Masallıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr olunan ana və uşaq sağlamlığı mövcud problemlərə müasir baxış mövzusunda beynəlxalq elmi konferans keçirilib. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübə və Tədris Mərkəzi, Təbib, Masallı rayon icra hakimiyyəti, o cümlədən də Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının dəstəyi ilə baş tutan konferansda ümummilli lider Heydər Əliyevin ölkəmizin müstəqilliyi və inkişafı naminə həyata keçirdiyi misilsiz xidmətlərdən, səhiyyə sahəsində ana və uşaq sağlamlığının qorunması istiqamətində həyata keçirilən islahatlarından danışılıb. Bildirilib ki, bütün həyatı boyu öz xalqının xoşbəxtliyi və əminamanlığı naminə yorulmadan çalışan Heydər Əliyev üçün ən vacib sahə məhz insanların sağlamlığı, səhiyyənin və tibb elminin inkişafı, savadlı, bilikli, əsl peşəkar həkim kadrlarının hazırlanması olub. Qeyd edək ki, konferansda yerli həkimlərlə beynəlxalq ekspertlər arasında təcrübə mübadiləsinin təmin edilməsi üçün panel müzakirələri və sual-cavab sessiyaları təşkil olunub. Sonda konferansın iştirakçılarına sertifikat təqdim edilib. Bu mama ginekologiya, pediatriya, neonatologiya ilə bağlı əsas mövzular o sahələrlə bağlı olacaq və burada dediyim kimi həm bizim hospitalda görülən fəaliyyət, həm də ki Türkiyə, Böyük Britaniyanın təcrübəsini biz bölüşməyə çalışacağıq. Ana və uşaq ölümü ilə əlaqədar olan vəziyyətin həm real bir şəkildə müzakirə olunması, var olan problemlərimizin daha dərindən bir şəkildə öyrənilməsi, gələcək planlarımızın qurulması üçün lazım olan həm tibbi, həm təşkilati işlərin əhatəli bir şəkildə müzakirə olunması üçün bugün geniş müzakirələr gedəcək.